Sen hörmətli izləyicim. Zəhmət olmasa bu videonu bəyənin. Qoy hamı bilsin. Beynəlxalq Bank qanunsuzluq edir və proqramlarında problem var. Qoy pensiya alanlar, sosial yardım alanlar və bununla digər işdə görənlər bizimlə aldanmasınlar. Məsələ barəsində ki, mən hüquqşünas Zaur Seyidzadə özüm əlilliyi olan şəxsəm. Məhkəmə qərarı əsasında mənim pensiyamlar və də kredit tutu var. Yəni kredit borcumu ödəyirəm məhkəmə qərarı əsasında Unibanka. Amma ki məsələ nədən gəlir? Hər ay ayın 8-i 9-u mən pensiya alanda həmin pul məndən çıxır. Qanuni olaraq məhkəmə icrasının qərarı əsasında. Amma dünən axşam mən gördüm ki, mənə SMS gəldi ki, sizdən bir daha 92 manat çıxılacaq. Səhər də görürəm ki, yazırlar ki, 183 manat 75 qəpik çıxılmalıdır. Niyə? Qanunla bu 3 dəfə yəni pensiyadan pul tutulması qadağandır. Yəni vətəndaşlar dinləyin qoy bilsinlər, aldanmıyor. Yalnız sizin pensiyadan bir dəfə pul tutula bilər. Ümumiyyətlə nə ki pensiya, əmək haqqı olsun, digər gəlirlər olsun, ayda bir dəfə ondan tutula bilər. Əgər borcunuz varsa, istər almış borcu olsun, istər digər borclar olsun, nəzərən bir dəfə tutula bilər. Aldadırlar insanları. İndi dünən zəng gəldim, hər 92 manat olan vaxtı ki, təzədən niyə tutursunuz? Deyir ki, bəs biz tutmuruq, icra şöbəsi yəni tutur. İcra şöbəsinə ayağa saxladım, kompüter daxil oldu, baxdılar, bir qərar verilməyib. Məndə özləri nəsə qanunsuzluq edir. Nəzərən, hörmətli icrayıcı, aldanmayın, proqramları yoxlatdırın. Demişlər, bir pensiya olacaq, ayın 20-sidir, hər şey yoxdur, gözləyik. Görən nə olur, nəsə fırıldaq var. Aldanmayın, hörmətli icrayıcı. Ümumiyyətlə, Beynəlxalq Bank özü qanunsuzluq edir. 10 manatda ödəniş edəndə 1 manat tutur, belə deyək, 100 manatda edəndə 2 manat, 3 manat tutur. Çox faiz tutur, aldadırlar insanları. Aldanmayın. Beynəlxalq Bankdan biraz ehtiyatlı olun. Yəni, özünüz fikirləşin, milyonlarla insanlar var ki, oradan pensiya alır. Pensiya, əmək haqqı və digər vəsaitlər alır, sosial yardım alır. Nəzərəm. Ona görə biraz ehtiyatlı olun, hörmətli icrayıcı. Bu videonu da bəyənin, qoy hamı bilsin. Ümumiyyətlə sizə qeyd edin ki, yəni pensiyadan, əmək haqqından olsun və digər gəlirlərdən olsun, bir dəfədən artıq ayda tutula bilməz və 50%-dən artıq tutula bilməz. Bir haldan başqa. Ahmətə 70% tutula bilər. Ona ki, əmək haqqı azdırsa, yəni məhkəmə qərarı əsasında Ahmet yazıb falan qədər məsəl üçün deyəm, Ahmet yazıb 246 manat, siz əmək haqqı alırsınız və götürəkdə 400 manat, 450 manat alırsınız. O halda sizin əmək haqqının 70% qədər tutula bilər. Nəzərəm. Ondan artıq tutula bilməz. Yeganə, yəni pul tutan, daha faiz çox olan pul tutma növü olur ki, Ahmetdir. Onu artıq yəni tutula bilməz. Digər borclara görə, istər kredit olsun, istər vergi borcu olsun, istər digər borclar olsun, yalnız belə deyək də 50% qədər. Ona ki, məhkəmə nəzərə almalıdır müəyyən şərtləri. İndi onu qeyd edəcəyəm. Məhkəmə hansı şərtləri nəzərə almalıdır, 50% tutanlar. Daha düzünün icrası, məhkəmə icrasıdır. Amma əvvəlcədən sizdən xahiş edin ki, hörmətli icrayıcı, videonu bəyənin, qoy hamı bilsin, YouTube kanalıma abunə olsun. Mən hüquqşünas Zaur Seyidzadə, hüquqşünas kimi, əli təşkilatı rəhbəri kimi kitab hazırlamışam. Dünyanın 40 tanınmış əlilləri haqqında həmin kitabı 20 manata satıram. 20 manata. Arzu edən şəxslər ala bilər. Telefon nömrəm, videonun izahı yeni qeyd olunur. YouTube kanalına eyni zamanda YouTube kanalı short bölməsində istənilən videonun üzərində var. Bunu əlavə qeyd edin ki, həmin telefon nömrəsinə onlayn məsləhətdə ala bilərsiniz. Hörmətli icrayıcı. Hüquqi məsləhətin verilməsi telefona 10 manatdır. Və bəyəni keçirməyibsə ki, nəyi nəzərə almalıdır? Ola bilsin ki, siz işlədiyiniz zaman sizin himayəcinizdə uşaq ola bilər, ailəyə ola bilərsiniz. Yəni, ailənin yeganə gəliri siz təmin edə bilərsiniz. Və ya sizin himayəcinizdə yaşlı şəxs ola bilər, valideyniniz ola bilər və yaxud digər şəxslər ola bilər və yaxud qanuni götürdüyünüz evlatlar ola bilər. Məhkəmə bunun hamısını nəzərə almalıdır. Daha düzgün dediyim kimi icrası. Ona görə 50%-dən artıq sizdən pensiya tuta bilməz və yaxud əmək haqqını tuta bilməz.
Bunun hamısını nəzərə alınır. Amma ki, bir məsələ var. Ayda bir dəfədən artıq tutula bilməz. O deməli 50% hamısını tutmalıdır. Bu 20% də ola bilər, 30% də ola bilər, 40% də ola bilər, 50% də ola bilər. Nəzərə alın, hörmətli izləyicilər. Bunu məhkəmə icraçısı təyin edir. Amma məhkəmə qərarında yazılır ki, məsəl üçün filan kəsin məhkəmə bankə 10.000 borcu var. Məsəl üçün və yaxud mən kim götürədi 7.000 borcu var. Və artıq bunu pensiyadan tutacaqlar və yaxud nədən tutulacaq, onu məhkəmə yox, icraçı nəzərə alır. Hörmətli izləyicilər. Əsas məsələ budur. Orada nəzərə alır, himayəndə uşaq var, ailəyəm, özün məsəl üçün əlvi olan şəxsən. Yəni, insanın pensiyasından, əmək haqqısına tutulduğu zaman nəzərə alınmalı ki, ən azından insanın öz minimum, yaşayış minimum ehtiyac qədər pul qalmalı ki, özünü dolandıra bilsin. Bu əsas şərtlərdən biridir. Bunu nəzərə alın. Yəni, aldanmasınlar insanlar. Bir dəfədən artıq pul tutula bilməz. Yəni ki, dediyim kimi, bu 20% də ola bilər, 30% də ola bilər, 40% də ola bilər, 50% də ola bilər. Nəzərə alın, hörmətli izləyicilər. Yeganə və qeyd kimi 70% tutulan vəsait amildir və s. Orada ki, minimum əmək haqqı olacaq, az olacaq o halda. Yox, əgər, belə deyək də, yaxşı əmək haqqıdırsa, orada yenə faizlə tutulur. Nəzərə alın. Dediyim kimi, ətraflı məlumat üçün mənim telefonum, mən videonun izahı yerinə qeyd olunub. Əyaqə saxlaya bilərsiniz. Eyni zamanda YouTube'da short bölməsində istənilən videonun üzərində var. Bundan əlavə qeyd edin ki, mənim 1400-dən artıq videolarım var shortla bir yerdə. İstər sosial yardım olsun, istər əməkin bölgəsi olsun, istər VSI olsun, istər uşaqla ünsiyyət olsun, istər boşanma olsun, istər dediyim kimi sosial yardım olsun, sosial yardımdan imtina verilməsi olsun, sosial yardımın qeydiyyətinə bağlı olsun. Yəni var, çoxdur video. Baxa bilərsiniz. Sizin hamınızdan xahiş edirəm ki, videonu bəyənin, qoy hamı bilsin. Kanala abunə olsunlar, hörmətli izləyicilər. Zəhmət olmasa, vacib bir məsələdən biridir ki, abunə olsunlar. Bir daha xatırladıram, pensiya alanlar, əmək haqqı alanlar, sosial yardım alanlar və digər banla iş görənlər beynəlxalq bankdan söhbət edir. Ehtiyatlı olun. Orada həm proqramlarda problem var, həm qanunsuzluq edirlər, öz başınalıq edirlər. Yəni ki, insanların pulun mənşəyi və nəzərə alın, hörmətli izləyicilər. Aldanmayın. Proqramı yoxladım. Əvvəl mənim də proqramı səhv göstərirdi. Sonra dedi, SMS gəlmədi, SMS-ə görə pul tutulur. Nəzərə alın. Hörmətli izləyicilər. Zəhmət olmasa, mənə dəstək üçün videonu bəyənin ki, qoy hamı mənim videolarım haqqında xəbər olsun. Eyni zamanda YouTube kanalına abunə olun, hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Sağ olun.